2024 3-cü qrup 7 iyul qəbul imtahanı suallarına baxırıq. 31-ci sual. 20-ci əsrin başlanğıcında Şimali Azərbaycanın neft sənayesi üçün xarakter qeydi. İlk dəfə soyuducu sistemdən istifadə edilməsi bu Cavad Məlikovun zavodlar dövründədir. 1863-cü ildə Balaxanı neft mədənlərində işləyən kəndlərin icbari isə əməli ləğv edilməsi 1864. İlk dəfə neft sənayesində xarici kapitalın axını başlaması 19-cu əsrin ikinci yarısı. Neft yataqlarının həracə çıxarılması 1872. İstehsalın təmərküzləşmə mövcud olduğu dövr isə bu 20-ci əsr başlanğıcına aiddir. Cavab olur Y variantı. 32-ci sual. Hülakilər İlxanilər dövlətinin mövcud olduğu dövrə uyğun gəlir. Hülakilər 1258-1357-ci illərdə hakimiyyətdə olmuşdur. Şərqi Anadolunun həmşəri Türk torpağına çevrilməsi 1071, Osmanlı dövlətinin Orxan Qazi tərəfindən idarə edilməyə başlanması 1326, Fransada başlatılan çağırılması 1302, Azincourt döyüşündə Fransızların məğlub olması bu da 1415-ci il. Hülakilər dövrünə ayrılacaq 2 və 3 C variantı. 33-cü sual. Eramızda 1-ci əsrin 1-ci yarısı Roma tarixində xüsusiyyətləri müəyyən edin. Demək, yəni hansı dövrdən söhbət gedir? Konsular dövrünün tərəfindən idarə olunması bəli, bir aiddir. Rəsmi şəkildə imperiya adlanmağa başlanması xeyr. Bu eramızda 27-ci əsrə aiddir. 1-ci əsrin ikinci yarısına düşür. Alban dövləti ilə sülh müqaviləsi bağlaması bəli, eramızda 66-cı ildə Pompeyin dövründə düşür. 1-ci əsrin 1-ci yarısında Hındır müharibəsinin baş çatması 49-30-cu illərdə eramızda 30 düşmür. Bu 1-ci əsrin ikinci yarısı olur. Tiber Qraxın xalq tribunu seçməsi 123-143, bunlar da 2-ci əsrə aiddir. Senatın maliyyə işlərinə nəzarət etməsi bu da 1-ci əsrin 1-ci yarısına aiddir. 1, 3, 6 və Y variantı. Türkiyə Respublikası 20-ci əsrin 60-80-ci illər tarixinə aid oxşarlığı müəyyən edin. 20-ci və 80-ci illərdə demək, oxşarlıq nə ola bilər? Bu, hərbi çevrilişin olmasıdır. Çünki həm 20-ci, 60-cı illərdə, həm də 80-ci illərdə Kənan Evren dövründə 1980-ci ildə hərbi çevriliş baş vermişdir. Cavab olacaq D variantı. Daha sonra ATM fəaliyyətində yaxından iştirak etməsi bu dövrdə ATM yaranmamışdı. Turgut Özal prezidentinin dövrünə aid deyil. Torpaq islahatı 40-cı illərə aiddir. ABŞ Turmen doktorunası bu da 45-46-cı illərə aiddir. Daha doğrusu 46-cı ilə aiddir. Yunanistana və demək Türkiyəyə yardım göstərilmişdir. Amma 80-ci illərə aid deyil. Ona görə götürmürük. 35-ci sual. 1-ci və 2-ci Qarabağ müharibəsi arasındakı dövr 91-94 və 2020-ci ilin sentyabr-noyabr aylarında 2-ci Qarabağ müharibəsi baş verib. Tovuz döyüşlərinin baş verməsi 2020 iyul. Xudafərin körpüsünün Azərbaycan bayrağının dalğalanması 2020 oktyabr 18-i bu düşür. B variantı cavab. Daha doğrusu arasındakı dövrdə baş verməyib deyir. Çünki bu müharibənin gedişində baş verib 2-ci Qarabağ müharibəsinin. Yəni düzgün olmayan cavab odur. B variantı. Gizir Mübarizə İbrahimovun qəhrəmancasına şəhid olması 2010 iyunundadır. Ləltəpə yüksək olması bu 2018-dədir. Şəhər rayonunda günlük əməliyyatın olması isə bu 2020-ci il 3-5 oktyabrındadır. Və cavab olacaq B variantı. Baxırıq. 36-cı suala. Eller Venn diaqramına baxırıq. 1-ci, 2-ci Göytürk xaqanlığı, 1-ci Göytürk 552-588, 2-ci 642-744-cü illərə əhatələmişdir. Çinlə müharibə aparılması bu hər ikisinə aiddir. 3-ə gedir A. 6-cı əsr sonlarında parçalanması bu aiddir 1-ci Göytürkə. Qutluq xanının tərəfindən yaradılması bu aiddir 2-ci Göytürkə. Axund dövlətinin süqutuna iştirak etməsi bu aiddir 1-ci Göytürkə 567-ci ildə. Erkən orta əsrlərdə yaranması bu da hər ikisinə aiddir. Cavab olacaq A variantı. Ağqoyunlu hökmdar Uzun Həsənin fəaliyyətinə aid deyil. 37-yə baxırıq. Teymuri Əbu Sədin məğlub edilməsi bu 1468-69-cu illərdə Muğan'da mühasirəyə alınır və Əbu Səd məğlub edilir. Osmanlı dövlətinin məğlub edilməsi bu Malatya döyüşü 1473, Şərqi Gürcüstan tabe edilməsi 1477,
Sonra yeni İslam əsasının qoyulması bu Uzdəsən dövrünə aiddir. Qara Osman bəy Bayandurun dövrünə aiddir. Təbrizin paytaxt olması bu da Uzdəsənə aiddir. Cavab oldu D variantı 38. Onlar 8-ci əsrin sonlarında əmirlik yaratmışlar. Sonra Azərbaycan cənub torpaqlarının çox onların hakimiyyəti altında birləşdirilən dövlət qurulmuş. Şimalda isə Muğan hakimliyi asılı salınmışdır. Buna fikir verək. Mətndə bəhs olan dövlətlərin fərqli olaraq Şirvanşahlar dövləti nə aiddir? Deyək ki, Türk mənşəli Sultanlar tərəfindən idarə olunması. Demək, bu əmirlik Rəvvadi əmirliyidir, Rəvvadi hakimliyidir. Bir də Şirvanşahların daha fərqli olanları istəyir. Amma Türk mənşəli Sultanlar tərəfindən yaradılması xeyr. Hər ikisi ərəb tərəfindən yaradılmışdır. Ona görə birlər çıxırıq. C-də getdi. Slavyanlara qarşı mübarizə aparmışdır. Bəli. Şirvanşahlar Slavyanlar mübarizə aparıb, amma Rəvvadilər aparmamışdır. 2-ni götürürük. Azərbaycan torpaqlarının 2 dəfə var halda birləşdirən sadəcə olmuşdur. Ona görə heç birinə aid deyil. 3-ü də çıxırıq. Əslində 3-ü çıxanda avtomatik cavab B variantı olur. Amma digərinə baxaq, Dərbənd səddini təmin etmişdir. Bəli, Şirvanşah elətdirmişdir. Rəvadi isə yox. Cavab olacaq 2 və 4. 39-cu sual. Azərbaycan və Albaniyaya baxırıq. 39-da Romaların hücumuna məruz qalması. Bəli, 1-ə A. Padşahdan sonra ən nüfuzlu şəxsi Ay Məbədi kahin olması xeyr. Bu Albaniya dövrünə aiddir. Qapqırma döyüşündə həmənə qarşı mübarizə aparması xeyr. Albaniya. Makedoniya İskəndərin yürüşünə məruz qalması xeyr. Roma sərkərdəsi Pompeyin sazişli imzalanması bəli. Alan tayfaların yürüşü bəli. 72-74 1-3-cü əsrlərdə Alan tayfaların yürüşləri olmuşdur. Azərbaycana cavab olacaq Y variantı. Y. 20-ci əsrin 80-ci illərində SSRİ-nin elan edilmiş yenidən qurma və aşkarlıq siyasəti bu Qarbaçovun dövrüdür. Baxırıq, imperiyada mövcud olan münaqişə uzaqlarının bir dəfə son qolda əksinə alovlanır. Bir götürmürük. Azərbaycan xalqının milli oyanış prosesi sürətləndi. Bəli. SSRİ Komünist Partiyasının inamı daha da möhkəmləndi. Xeyr, əksinə möhkəmlənmir. İmperiya qurbanlarının çevrilişi xalqlarda müstəqillik meyllərinin artması səbəb oldu. Bəli. 2-ni götürürük, 4-ü götürürük. Durğunluq dövrünün iqtisadiyyatında bütün sahələrində sürətli inkişaf əvəz etdi. Xeyr, əksinə sürətli inkişaf əvəz etmir. Durğunluq dövrü olur. 2, 4, cavab olacaq Y variantı. Sonra baxırıq 41-ci suala. Çaldıran döyüşündə məğlubiyyət 1514, səbəblərin Cənubi-Şərqi Anadolunun itirməsi, bəli, 1. Sonra Malatya döyüşündə qələbə Ağqoyunlular dövlətinin əsasını qoyması 1473 Malatya döyüşdə, Ağqoyunlu 1468 heç bir əlaqəsi yoxdur. Osmanlı Sultanı 1-ci Süleymanın 16-cı əsrin 30-cu illərində Səfəvilər üzərinə yürüşü, Bağdad daxil olmaqla ərəb rəqəli Osmanlı tərəfindən tutulması, bəli, bu aiddir. Şeyx İsmaildən Təbrizə daxil olması, Səfəvi dövlətin yaranması, bəli, bu da aiddir. 1501. Şirvanşahlar dövlətinin ləğv olunması, Səfəvi dövlətin Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi prosesinin baş çatması, bu da Şah I Təhmasibin dövrünə aiddir. Amma düzgün deyil, çünki birləşdirmə 1551-ci şəklinin ləğvindəndir. Şirvanşahın ləğvindəndir. Şirvanşahın ləğvi olub 1538-ci ildə götürmürük. Cavab olacaq 1, 3, 4, Y variantı. Dehli sultanlığına aiddir. Sultanlığı 1206-cı ildə yaranmışdır. Əsası Əlaəddin Xəlc tərəfindən qoyulması. Bəli, bu səhvdir elə, çünki əsası 1206-cı ildə Qütbəddin Aybək tərəfindən qoyulmuşdur. Cavab olur A variantı. Bakı Tiflis Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalandığı dövlətdə istəyir bizdən. Bu dövlət İstanbuldur. İstanbulda demək burada baxırıq hansı 4-dür. Bu 4 İstanbuldur. Sonra burada var 1 Fransadır. Sonra 2 Murmansk vilayətidir Rusiyanın. Sonra 3 Minsk vilayətidir Belarusiyyanın paytaxtı. 4 İstanbul, 5 də Budapeştdir. Cavab olacaq A variantı. İrəvan quberniyasının daxil olan əraziləri müəyyən edin. İrəvan quberniyası yaranmışdı 1849-cu ildə. Orada aid idi 3 və 4. İrəvan və Naxçıvan. Götürürük. Cavab olacaq D variantı. 1 Gəncə. Sonra 2 Qarabağ. 5 isə Gürcüstan ərazisi. 45-ci sual. Birinci Dünya müharibəsi illərində Şimali Azərbaycanda
Baş vermiş mədəni yenilik. Birinci Dünya müharibəsi 1914-18-ci illərdə, ilk rus dilli gimnaziya fəaliyyəti başlaması 1865, Neft və Milyonlar Səltənətində 1916, Difai Partiyası yaradılması 1905, Nəşr Maarif və Nicat Cəmiyyətinin yaradılması 1905-6, Leyli Məcnun tamaşaya qoyulması 1907 yazılı, 1908-ci tamaşaya qoyulmuşdur. Cavabımız olacaq B variantı. Verilən xüsusiyyətlərə aid olduğu Azərbaycan şəhərinin müəyyidi 1603-cü ildə Osmanlı işğalına azad edilmişdir. Azərbaycanda Cəlalilər Hərəkatının ilk böyük çıxışı burada olmuşdur. Bu 1591-ci ildə Cəlalilər Hərəkatında Təbrizdə ilk böyük çıxışı olur. Təbriz də burada hansıdır? Baxırıq, 3-dür. Cavab olacaq A variantı. Sonra Salari hökmdarı Mərzban İmin Məhəmməd və Atabəy Şəmsəddin Eldənizin fəaliyyətinə aid ümumi cəhət. Demək, Şəmsəddin Eldəniz və Mərzban İmin Məhəmməd hər ikisi Şirvanşahı asılı hala salmışdır. Cavab bu olur. C variantı yəni. İllərinə baxırıq. 12-ci əsrin 60-cı illərində Şəmsəddin Eldəniz, Mərzban İmin Məhəmməd də 941-957-ci illərdə hakimiyyətdə olub, o dövrdə Şirvanşahları asılı hala salmışdır. Böyük Səlcuq dövlətinin mövcudluğu dövrünə aiddir. Demək, 1038-1157-ci illərdə Bağdad şəhəri 756, Şəmsəddin Eldənizin Böyük Atabəy titullanması 1160, Şirvanda 1-ci Axistan hakimiyyətə gəlməsi, bu da 60-cı illər, Didiqoyduşun baş verməsi 1121, Salilər dövlətinin vücud etməsi, bu da 981, cavab olacaq D variantı. Bu dövrdə başlayaraq insanlar ilk dəfə misdən istifadə etməyə başladılar. Buna baxmayaraq daşdan hazırlanmış əmək üstünlüyü təşkil edirdilər. İnsanların birgə yaşayış formlarında isə ciddi dəyişiklik olmuşdur. Mətn 2. Bu dövrdə cəmiyyətin həyatında kişilərin rolu artmağa başladı. Onlar quş əkinçiliyi ilə məşğul olur. Tuncdan əmək alətləri hazırlayırdılar. Maldarlığın genişlənməsi, göçmə həyat sürən insanların sayını artırmışdı. Birinci mətndə verilən dövrdən fərqli olaraq, ikinci mətndə bəhs edilən dövrdə hansı olmuşdur? Birinci mətn eneolit dövrdə, ikinci isə erkən tuncdur. Birinci mətndən fərqli olaraq ikinci mətndə. Yəni erkən tuncda olub, eneolitdə olmayan şeyi tapmalıyıq biz. İstizad təsərrüfatının mövcud olması. Xeyr, bu aid deyil. İnsanlar qəblə halında yaşayırdı. Bu da aiddir. 3 paleoto qədər olmuşdur. Heç birinə aid deyil. Axirət dünyası ilə mövcud idi. Bəli, tayfalar meydana gəlmişdir. Bu artıq erkən tunc dövrünə aid olan hadisədir. Yəni onu eneolitdən fərqləndirir. Çünki eneolit dövründə tayfa yox idi. Tayfa erkən tuncda yaranmışdır. Cavab olacaq yalnız 4 B variantı. Uyğunluğu müəyyən edin. Xanlıq idarə sistemi saxlanılmışdır. Birinci Rusiya Qacar müharibəsində 1804-13-cü illərdə, ikinci isə 1826-28-ci ildə olmuşdur bu arada. Xanlıq idarəsi saxlanılmışdır. Bu olacaq Gəncədə yox. Gəncə həm işğal, həm ləğv olunub. Qarabağda 1822-də ləğv olunub, Lənkəranda 1826-da. Rus qoşunları məğlub etmişdir. Bu aiddir İrəvan xanlığı. İrəvan xanlığı Rus qoşunları məğlub edib. Gəncə ilə Təbrizə xeyr. Cavabımız oldu 1-ə B, C, 2-yə A. Cavab A variantı. 17-ci əsrin ikinci yarısında Rusiya xarici siyasətinin əsas məqsədlərinə aid 17-ci əsrin ikinci yarısı 1650-lərdən 90-cı illərə qədər, 99-a qədər Qaradəniz sahillərini yiyələnmək, bəli. Qacarlar dövlətinin hücum təhlükəsini ləğv etmək, xeyr. Ukrayna, Belarus torpaqlarını ələ keçirmək, bəli. Yunan layihəsi də xeyr. Çünki bu 18-ci əsrin ikinci yarısına aid Yunan layihəsi. Cavab olacaq B, 1-3. AXC-nin Bakı dövründə həyata keçirdiyi sosial-iqtisadi tədbir istəyir bizdən. Bir Bakı dövrünə baxırıq, bir də sosial-iqtisadi əsas bu iki məqama fikir verək. Bakı dövrü 1918-ci ilin sentyabrına başlayır. Sonra Tulfa Mincivan Dəmir Yolu Stansiyasının işə salınması 1940. Aqrar məsələlərin tamamilə həll olunması tamamilə həll olunmayıb. Bakı XKS-nin milliləşdirmə ilə bağlı dekretlərinin ləğv edilməsi. Bu 1918 5 oktyabr yeni tüfəngli dövlət bayrağının qəbul olunması. Bu 1918 9 noyabr olsa da bu dövlət tədbiridir. Məktəblərin milliləşdirməsi bu da mədəni tədbirdir. Bizə sosial iqtisadi lazım idi. Ona görə də cavabımız olacaq. Bir dəqiqə. Cavabımız olacaq 1918 5 oktyabr C variantı.
53-cü sual. Xəritədə ulduzla verilmiş şəhərin erkən orta əsrlər tarixinə aid xüsusiyyətləri müəyyən edin. Bu ərazimiz Bərdədir. Baxırıq. 8-ci əsrdə Haşimilər sülaləsi tərəfindən idarə edilmişdir. Bu Dərbənddir. Götürmürük. Xürrəmlər hərəkatının gedişində ərəblər azad edilmişdir. Bəli, Bərdə azad edilib. 5-ci əsrin ortalarında slavyanlar tərəfindən qət edilmişdir. Bəli, edilib. Daha doğrusu 10-cu əsrin ortalarında. Şəddadilər dövlətinin paytaxtı olmuşdur. Xeyr, bu Gəncədir. Götürmürük. Cavab olacaq 2 və 3. Şimali Azərbaycanda baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Dövlət kəndlərin bir yerdən başqa köçürülməsi 1853. Bakıda şəhər özünün idarəsinin yaradılması, şəhər islahat edilməsi 1878. Zaqatala idarəsində sabiqə kəndlərin feodal aslının azad edilməsi 1913. İlk dəfə neft yataqlarının hər az yola satışa çıxarılması, bu da 1872-ci il iqtisam sistemi ləğvindən sonra baş vermiş hadisədir. Olacaq 1, 4, 2 və 3. Bir dəqiqə. 3. Səbəb nəticə əlaqələrinin doğru göstərildiyi bəndləri müəyyən edin. Edis Moslami tərəfindən ələ keçirilməsi, ikinci xaç yürüşünün başlaması, bəli. Norman Hersoqunun İngiltərə işğal etməsi, Wilhelm Alqızılgül və Alqızılgül müharibələrinin baş çatması, xeyr. 1066-cı ildə bu hadisə baş verib, müharibə isə 1451-81-ci illə əhatə edib, aid deyil. O Atal Rusiyanın yatırılması, İngiltərə yoxsullara qarşı qanunlardan yumuşaldılması, bu 1381-ci ildir. Və düşür. Səlahiddin Əyyubinin Xaslı ordusunu məğlub etməsi, Latın imperiyası süqut etməsi, xeyr. 1187-ci Təbəri döyüşündə Əyyubi Xaslı ordusunu məğlub eləmişdir. Latın imperiyası süqutu 1261-ci ildir. 1204-1261-ci illər əhatə eləyir Latın imperiyasının dövrü. 100 illik müharibənin başlanması 1337. İngiltərə feodal üzərində qalxan pulu adlı verginin qoyulması, bu da 12-ci əsrin ortalarında Henrixin dövrünə düşür. Ona görə aid deyil. Cavab 1, 3. Uyğunluğu müəyyən edin. Baxırıq. Dizlər döyüşündə Səlcuqlara müttəfiqi idi. Bu elə Urnayurdur. 1 götürürük. Daha sonra bir də baxırıq. Nə ola bilər? 3, 5 yoxdur. 1 var. 2-yə baxırıq. Alqoyan Kilsə məclisini çağırır. Urnayır. Xeyr. Haylandur Hunlarının ümumiyyətlə Urnayır o dövrdə yox idi. 313-371-ci illərdə Urnayır hakimiyyəti olub. 488-ci ildə Alqoyan məclisi çağırılıb. Yəni yox idi. Haylandur Hunlarının hücum nəticəsində hakimiyyətdən əl çəkdi. 2-ci Vaci. Bəli. 1 və 4. 19-cu əsrin ikinci yarısı Hindistan, Hindistan, Çin və Yaponiyaya baxırıq. Hindistana nə aiddir? 1-ə gedir C. Siparilər üsyanı baş verməsi 1857-58-ci illərdə. Sonra 2 gedir Çinə, Tayvan və Kore üzərində nəzarətin itirilməsi 19-cu əsrin ikinci yarısı, bəli. Sonra Yaponiyada gedir bir dəqiqə Soyqun rejiminin ifası uğraması, bir də Burjuva inqilabı 1868-1872-ci 73-cü illərdə daha doğrusu Burjuva inqilabı olmuşdur. 1-ə C, 2-yə D, 3-ə A və Y. Bir dəqiqə.